Rəsulova Əsmər. Bugünkü videom sizə məsləhətlər videosudur. Mən 2-3 ay qabaqdan akademik uğurlarımla bağlı videolar paylaşırdım və şərhlər gəlirdi, suallar olurdu ki, məsləhətlər verim və müəyyən tövsiyələrimi də bugün sizinlə paylaşıram. Videonu mən gəlmə müddətini uzatdım, çünki 400 balın cavabını çıxmanı gözləyirdim. Həm 300, həm 400 bal yığmamdakı uğurları danışacağım bu videoda. Xoş seyirlər. Burada bir siyahı yığmışam, danışacağım maddələrlə bağlı. 10 maddə danışacağım. Sonrasında kiçik bir maddədir, onu bir maddəyə qatmaq istəmədim. Və ən sonunda da TikTokda mənə yazdığınız suallarla bağlı ümumi cavablar verəcəm. İlk olaraq deyək ki, 10-cu siniflərə bir neçə tövsiyəm var. Nə üçün? Çünki 10-cu sinifdə siz daha rahatsınız. Yəni imtahan stresi, problemlər daha azdır. Ona görə də 10-cu sinifi müəyyən qədər fərqli sahələrə yönələrək dəyərləndirə bilərsiniz. Məsələn, bir yarışmada, bir olimpiyadada iştirak etmək istəyirsinizsə, ən uyğun vaxt 10-cu sinif deyərdim. Ətrafımdakı insanların və mənim təcrübələrimə əsasən deyə bilərəm ki, 11-ci sinifdəki olimpiyadanın xüsusən də 4-cü qrup şagirdinə demək olar ki, heç bir nəticəsi, faydası yoxdur. Qazana biləcəyiniz universitetlər məhduddur. Həm də ki, Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün sizin bu RFO medallarınızın bir faydası olmur. Ona görə də normal imtahan prosesinə hazırlaşmaq 11-ci sinifdə daha yaxşıdır, nəinki olimpiyadalara hazırlaşmaq. Əlaçı kimi yarışlarda iştirak etmək üçünsə yenə də 10-cu sinif ideal vaxtdır. Məsələn, mən 10-cu sinifin axırında yazılmışdım yarışa. Amma 11-ci sinifin ortalarında mesaj gəldi ki, mən yarışmada iştirak etmək üçün imtahan verim. Amma mən buna imtina elədim, çünki mən 2-3 gün itirəcəm arada, Bakıya getmək, Bakıdan gəlmək. Həmçinin imtahan üçün müəyyən qədər də hazırlaşmalıyam, əlaçı yarışması üçün müəyyən qədər də hazırlaşmalıyam. Yəni bununla mən itirəcəyim günləri düşündüm, hesaba qatdım və həmin günlərdə keçiriləcək dərslər, mənim müəllimdən soruşa biləcəyim, amma soruşmadığım suallar, bunları hesaba qatanda 11-ci sinifdə yarışmaya getmək çox düzgün bir qərar deyil. İlk olaraq bunu danışmaq istəyirəm ki, sonra birdən yadımdan çıxar. 10-cu sinifdə rejim qurun özünüzə, yatmaq və durmaq rejimi, bu çox önəmlidir. Yəni 10-cu sinifdə nə üçün deyirəm? Çünki mən 10-cu sinifdə bunu eləmədim. Yəni dedim 11-ci sinifdə quraram rejimi, burada nə var ki? Bir dəfə məsələn gecə 3-də yatdım, 6-da qalxdım, sonra təzədən çalışıb 9-da yatıb 12-də qalxdım. Bu şəkildə müəyyən rejimlər qurdum, amma faydası olmadı. Nə üçün faydası olmadı? Mən bunları bir ilin içində, bir ayın içində hətta müəyyən qədər dəyişə elədim və standart bir rejimim olmadı. Bu da məni çox yordu. Yuxu da bildiyiniz kimi çox önəmlidir. Yəni mən gecə boyu dərs çalışmışam, nələrsə öyrənmişəm və suallarım var. Səhəri gün mən yuxuluyamsa, bunu müəllimdən soruşa bilməyəcəm. Və bu da mənim xeyrimə olan bir şey deyil. Təbii ki, 8-9 saat yuxuya vaxtımız yoxdur, amma ki 5 saatdan az yuxunun sizə bir faydası olmayacaq ki, əksinə hətta ziyanı da ola bilər. Digər maddə isə 10-cu sinifdə zəifliyimizin üstündə durmaqdır. Çünki 11-ci sinifdə zəifliyimizin üstündə durmağa da vaxt yoxdur. Mən trigonometriyanı və loqaritmanı 10-cu sinifdə dim səviyyəsi öyrənmişdim. Amma 11-ci sinifdə qorxumdan biraz daha çətin versiyalarını öyrəndim və bu mənim çox vaxtımı aldı. Düzdür, etməyə də bilərdim, amma yenə də rahat olmaq üçün, imtahandakı o çətin sual tipində yazmaq üçün bunu çalışmışdım. Amma sizə tövsiyə edirəm ki, nəyi dərindən öyrənəcəksinizsə 10-cu sinifdə öyrənin. Düzdür, 11-də alınır. Yəni mən alındırdım. Trigonometriyanın o çətin, müəyyən qəliz tipli sualları var ki, artıq hamısını bacarıram. Amma buna mən çox vaxt sərf elədim və bu vaxtı mən yata bilərdim və ya fərqli testlər işləyə bilərdim. Bu il buna sərf etmək üçün düzgün fikir deyildi. Bunu 10-cu sinifdə etməliydim. Siz də 10-cu sinifdə zəif olduğunuz hissələri təkmilləşdirə bilərsiniz. Məsələn, mən fizikada müəyyən tipli testlərdə çətinlik çəkirdim. O ardıcıl paralel birləşməni güvəndən işlədim testləri. Orada müəyyən tipli testlərin daha çətin formaları var və bu şəkildə də tam möhkəmləndirdim. Məsələn, maqnit sahəsində çətinliyim var idi. 10-cu sinifdə digər qruplarla da hazırlığa getdim. Bu arada hazırlığa getmişəm, bununla utanmıram, gizlətmirəm. Hazırlığa gedə bilərsiniz, burada heç bir problem yoxdur. Niyə 300 və 400 yığanlar bunu danır bilmirəm, amma mən danmıram və fəxr edirəm ki, elə müəllimlərlə hazırlaşmışam. Nəysə, mövzumuz bu deyildi. Yəni ki, 10-cu sinifdə mümkün qədər müəllimlərinizin digər qruplarından da hazırlaşın. Yəni, siz kafedə və ya boş vaxtınızı sərf edərək nə qazanacaqsınız? Sadəcə bəlkə də gələcəkdə heç salam verməyəcəyiniz insanlarla xatirə yığmış olacaqsınız, amma gələcəyə yatırım məncə daha önəmlidir. Üçüncü maddəmizdə
Müəllimin önəmi, müəllim həqiqətən çox önəmlidir. Təbii ki, şagirddən çox şey asılıdır. Eyni müəllimin zəif yığan şagirdi də var, güclü yığan şagirdi də var. Öyrənmə prosesində şagirdin həvəsi və əzmi daha böyük rol oynayır, amma təbii ki, müəllim seçimi də əhəmiyyətsiz deyil. Müəlliminizi elə seçin ki, sizin verəcəyiniz sual tipləri və verəcəyiniz suallar yəni ki, cavabsız qalmasın. Çünki mən müəllimlərimə nə qədər sual verirdimsə, hamısında cavabını alırdım və almalıydım da. Çünki həmin o səhv bilmədiyim sualları mən toplasam, hər fəndən 3 dənə, 5 dənə sual yığsam, elə imtahanda da qabağıma 3-ü 5-ə çıxsa, artıq mən hədəfimdən uzaqlaşmış oluram. Hələ bir situasiya düşsə, tamamilə hədəfimdən uzaqlaşdım deməkdir. Yəni sizə tövsiyə edərəm ki, sualınızı izah etməyən, boş ver deyib keçişdirən müəllimlərdən uzaq durun. Çünki siz ora hazırlığa öyrənməyə gedirsiniz və utanaraq sual verməməyi də, yəni çox mənasız olduğunu düşünürəm. Mən hazırlığa getmişəm ki, nəsə bilmədiyimi öyrənim. Əgər mən hər şeyi bilirdimsə, o hazırlığa getməzdim. Ona görə də məncə utanmadan, rahatlıqla sualınızı verin. Əgər mühit sizi utandırırsa, yəni belə olur da həqiqətən, zorba uşaqlar varsa, lağ eləyirlərsə, o hazırlıqdan uzaqlaşın. Müəllim yaxşı olsa belə, ən azından digər qrupa keçin, çünki mühitin çox rolu var. Əgər insanlar sizi sual verdiyinizə görə gülürsə, sizi alçaldırsa, bu heç də yaxşı deyil və oradan uzaqlaşmanızı tövsiyə edərəm. Sualınızı hər bir halda verməlisiniz. Sonra dərsdə necə davranaq? Hazırlıq zamanı və məktəb dərslərində də bəzən olur ki, boş vaxtımız olur. Yəni, ola bilsin müəllimi çağırdılar, müəllim harasa getdi, bir anlıqda, bir 10 dəqiqəlik, 5 dəqiqəlik. Ya da ki, nə bilim, hər nəsə oldusa, sizin boş vaxtınız var. Və bu boş vaxtı çox uşaq həqiqətən söhbətlə dəyərləndirir. Bu söhbətin sizə yenə də heç bir xeyri yoxdur. Yenə də deyirəm, gələcəkdə bəlkə də salam verməyəcəyiniz insanlarla bu vaxtı doldurmanız biraz mənasızdır. Mən boş vaxtım olan kimi, hazırlıqda, yəni boşluq olan kimi çantamda bir kitab aparırdım həmişə. O kitabı açıb ya oxuyurdum, ya qeyd edirdim, ya kitabım yoxdursa da yanımda müəllimin sabaha verəcək dərsi az-çox bilirəm. Həmin o dərsi işləyirdim. Məsələn, bugün bu mövzunu işləmişiksə toplulan, sabaha da o birisi mövzunu verəcək. Ona görə də o birisini işləyirdim. Və ya ən azından səhvlərimə özüm baxırdım ki, bir dəfə özüm gözdən keçirim, sonra müəllimə verim. Ən azından hər nə eləyirdimsə, boş oturmurdum və bunda da mən özümü çox irəli aparırdım əslində. Həmin o 10 dəqiqələr, 5 dəqiqələr toplayanda böyük bir uğur əldə eləmiş olurdum. Etdiyim səhvdən danışıram. Sualım olmayanda mən başqa testlərə keçirdim işləməyə. Amma sizə tövsiyə edirəm ki, sualınız deyilsə belə, məsələn 15-ci sualı düz yazmışsınızsa belə, yenə də izahına qulaq asın. Çünki mən bəzən diqqətimi vermirdim. Məsələn, 15-i zaten düz yazmışam. Sonra axırında başımı qaldırıb lövhəyə baxanda görürdüm ki, tamamilə asan və fərqli üsulla həlli var imiş bunun. Ona görə də deyərdim ki, müəllim test izah edərkən yox, boş vaxt varkən əlavə test işləyin. Əgər düzünüzü izah edirsə belə, yenə də müəllimə qulaq asın, çünki yeni nəsə öyrənəcəksiniz. 5-ci maddə testlərdə atmaq, köçürmək halları. Yəni, bu da yenə belə bir şey deyim də, mən heç vaxt köçürməmişəm testi. Yəni, hazırlıq ərzində 9-cu sinifdən etibarən heç vaxt köçürməmişəm testi. Amma ki, ondan qabaq köçürə biləcəyim bir mühitdəydim və mühitin çox rolu var. Ətrafımdakılar köçürəndə mən də köçürmək istəyirdim və həqiqətən də köçürürdüm. Mən 8-ci sinifdə Azərbaycan dili və riyaziyyatı güvəndən köçürürdüm. Bunu etiraf edirəm və peşmanam. Çünki Azərbaycan dilinin həmin proqram hissələri məndə çətin oldu sonradan düzəltmək. Vaxtında köçürməyib adam kimi işləsəydim, belə çətinlik çəkməzdim. Köçürən hallarda özdə uşaqları, yəni müəllimlər alçaldıcı bir şəkildə çox vaxt aşkara çıxardır və nüfuzdan bu şəkildə düşməyi məncə heç kim istəməz. Əgər bir şey bilmirsinizsə, onu YouTube-dan baxmağa çalışmayın. Həqiqətən mən 7-ci sinifdə bu səhvi eləmişəm. Fizikanın təməli, ona görə də məndə təməl qurmaq çox çətin oldu. Çünki 7-ci sinifdə mən fizikanı YouTube-dan baxaraq işləyirdim və elə bilirdim ki, bilirəm. Amma sabah müəllim o sualı başqasına izah eləyəndə görürdüm ki, heç nə də yadımda qalmayıb. Çünki birdən-birə 20 dənə sualın hamısını mən beynimə yaza bilmərəm. Təbii ki, onda suallar az-az verilir evə. Belə deyə bilərəm ki, yəni sualınızın narahat olmayın, sayı çoxdursa. Mənim o qədər olub ki, 50% testimin səhv çıxıb, həqiqətən tam səmimiyyətlə deyirəm, olub. Sadəcə mən bu uğura nə üçün gəldim? Həmin o səhvlərimi təhlil elədim. Baxdım ki, bu səhvlərim məsələn elə hamısı demək olar ki, eyni mövzudandır. Ya da 3 kateqoriya var. Tutaq ki, ismin tutaq ki, bu hissəsindən bağlıdır.
10 dənə sual. Bu sualımda tutaq ki, əvəzliyin, nə bilim, sual əvəzliyi ilə bağlıdır. Onda həmin hissələri mən bir dəfə evdə oxudum. Sonra həmin testləri qayıdıb işlədim və gördüm ki, o hissəni daha dərindən oxuyaraq o testlərin öhdəsindən gəlmək olur. Yəni bəzən olur ki, testin böyük bir hissəsi səhv çıxır. Buna da səbəb o böyük bir hissənin say olaraq çox olmasıdır. Əslində bəlkə də sadəcə 2 mövzudan ibarətdir. Həmin o 2 kiçik hissəni öyrənsəniz, bəlkə də elə səhviniz çıxmayacaq və sonra insanın özünə inamı da güclənir. Mən fizikada belə bir şey edirdim ilk 9-cu sinif olanda. Testdə məsələn bizdə səndəmə deyirmiş ki, tutaq ki, verilmiş kütləli cisim. Mən bunu nəzərə almırdım və ürəyim istəyən düsturdan istifadə edirdim. Təbii ki, bilirsiniz ki, bir düsturdan çıxan bir neçə düstur var və 3-4 dənə düsturdan eyni vaxtda istifadə edə bilməzsiniz. Yəni birini seçəcəksiniz. Mən də test üçün ürəyim nə istəyir, onu da seçirdim düsturu. Görürdüm ki, cavab səhv alınır və mən müəllimə tam olaraq bunu dedim. Müəllim, sizin üsulunuzu başa düşdüm, düzdür. Bəs mənim üsulum niyə səhvdir? Siz əgər bu sualı verməsəniz, inanın ki, heç bir irəliləyiş etməyəcəksiniz. Çünki imtahan prosesində yenə də mənim öz üsulum yadıma düşəcək və onunla yazacağam. Mən bilməliyəm ki, mənim üsulum nəyə görə səhvdir və bu üsuldan qaçmağı öyrənməliyəm. Yəni mən soruşdum ki, mənim üsulum niyə səhvdir? Sən demə verilmiş kütləli cisim deyəndə mən düsturda kütləni işlətməliydim. Görürsüz, əslində çox sadə bir şeydir. Amma mən onu bilmirdim deyə testimin yarısı səhv çıxırdı. Yəni səhvinizin nə olduğunu öyrənməlisiniz. Müəllim lövhədə yazdı, mən də dəftərimə köçürdüm, bildiyimi sandım, yox. Həftə sonları da səhvinizə baxsaz mükəmməl olar. Mən bu il eləmişdim və həqiqətən çox köməyi var idi. Səhvlərimi işarə eləyirdim müəyyən bir qələmlə və həftə sonunda 3 fənn seçirdim özümə. 6 fənnim var idi. 3 fənn seçirdim və bu həftə həmin o fənlərin səhvinə baxırdım, gələn həftə də digərinin və beləliklə səhvlərimi tam olaraq öyrənmiş olurdum. Digər maddəmiz biologiyada və Azərbaycan dilində istifadə eləmişəm bu kodları. Kodlar nədir? Məsələn, bir mövzunu yadda saxlamaq üçün hər şeyi əzbərləməyinizə ehtiyac yoxdur. Mən bu videoda çoxlu metodlardan danışmıram. Təbii ki, TikTok-a açsaz da, TikTok-a girsəz, istədiyiniz qədər en sayda orada üsul var. Yazmaq üsulu, şifahi demək üsulu, səs yazıb qulaq asmaq üsulu. Mən də çoxundan istifadə etmişəm və amma tövsiyə verməyəcəm bu haqda. Çünki hərənin öz üsulu var da. Yəni ki, məsələn, mən səsimi yazırdım ingilis dilində lüğəti oxuyarkən, amma 5-5 olan sözlərdə birdən-birə hamısı yox. Sonra yol gedərkən qulaqlığımla onu qulaq asırdım və bu şəkildə də avtomatik əzbər olurdu. Məsələn, biologiyada da eynisini eləmişəm və bu cümlə kitabın cümləsi olaraq avtomatik yadımda qalıb. Angina udlaqdakı badamcıqların və bütün boğaz nahiyəsinin ağrı verən iltihabıdır. Bu mənim yazdığım səsdən əldə etdiyim nəticədir. Hələ də kitabdakı cümlə şəklində yadımda qalıb. Yadda saxlamaq üçün özünüzə kiçik şifrələr qurun. Məsələn, mən bu şəkildə yadda saxlayırdım. İndi anlıq olaraq bu ağlıma gəldi. Xaçinov. Biologiyada daha çox istifadə edirdim. Xaçinov qarğıdalı sortlarının seleksiyasında iştirak edib, alıb və mən bu zaman necə yadda saxladım? Sanki qarğıdalını yemişəm, 2 dənə qarğıdalı yemişəm və onları boşqabda xaç şəklində üst-üstə qoymuşam. Xaçinovu da bu şəkildə yadda saxlamışam. Və ya Pustavoyt, o mürəkkəb çiçəklərin deməli seleksiyasına məşğul olurdu. Üstdə də mürəkkəb çiçəklərdən olan günə baxan tumuna bənzədiyinə görə mən gözümün önündə onları bənzədərək canlandırmışam. Bunlar bəlkə də sizə indi qəliz gəlir. Çünki bunu mən beynimdə qurmuşam. Amma hərə öz beynində öz kodlarını qursa, inanın ki, kənardakına çətin gəlsə belə sizin özünüz üçün ən sadə üsul o olur. Qeyd edim ki, mən bu üsulu 8-ci sinifdə qurmuşam və 8-ci sinifdən bəri də Xaçinov, Pustavoytu o şəkildə yadda saxlayıram. Yəni çox təsirli və unudulmaz bir üsul olduğunu deyə bilərəm. Və mənim istifadə etdiyim vəsaitlər, mən nələrdən istifadə etmişəm, ona buradan baxacağam. Çünki ola bilsin ki, nəsə yadımdan çıxmış ola bilər. Mən gün ərzində o suallar da gəlirdi. Demək olar ki, sadəcə yatmaq üçün dərs oxumurdum. Məsələn, yemək yeyəndə şəkli var, bura qoyacağam. Yemək yeyəndə dərs oxuyurdum və ya yol gedirəmsə əlimə alırdım lüğəti, yolda oxuyurdum. Telefonumda hər bir PDF var, telefonumda hər bir şəkil var. Əlimdə birini açırdım, daha çox da ehtiyacım olanı yol boyunca oxuyurdum. Telefon kabromun arxasına bir yazı qoymuşdum, o yazını oxuyurdum. Məsələn, o çaşdığım bir qayda idi. Daha tez-tez görəndə daha çox yadınızda qalır. İndi də gələk, hansı fənn üçün nədən istifadə etmişəm. Azərbaycan dili üçün Nizami Hüseynovun mətn kitablarını istifadə eləmişdim. 9 və 11-ci siniflər üçün kitabları var, amma mən həm 9-da, həm də 11-də onun 11-ci sinif üçün olan kitabını istifadə etmişəm. Və MHŞ-in kitabları var. O da biraz daha çətindir, amma yəni yaxşıdır. Özünüzü inkişaf etdirmək üçün yaxşıdır. Bir də ki, cavabdan baxaraq ora bənzətməyə çalışmayın mətn işləyərkən. Çünki elə bilirsiniz ki, bildiniz, amma inanın ki, bilmirsiniz. Yəni, növbəti sual tipində yenə yaza bilməyəndə başa düşməlisiniz ki, deməli cavabdan baxıb oxşatmanın bir xeyri yox imiş. Ən azından nəsə yazmış olun. Yəni, boş qoymayın bir sualı belə deyim.
və ya cavabdan da heç vaxt köçürməyin. Yəni bunun çox qarşısındayam. Riyaziyyatdan təbii ki, hamısında toplu və güvən var. Bunu deməyə məncə ehtiyac yoxdur. Riyaziyyatdan Eyler Akademiyinin testlərini işləyirdim. Həm də MHM-in testləri var idi. Kitabları tapa bilsəm bura əlavə edəcəm. İngilis dilindən çoxlu kitablar işləyirdik. Adı yadımda qalanlar məsələn Gülnar Umudovanın test kitabı idi. Son vaxtlarda çıxmışdı və ümumi qaydalardan, yeni qaydalardan idi. Qara Kişiyevin kitabı var idi məsələn, o narıncı rəngli kitab. O çox faydalıdır. Hətta deyərəm ki, OTK həmin kitabdan istifadə edir. Bunu görmüşəm. Və İnci Baxşəliyevanın da kitabı var idi. Deyəsən buydu. O son vaxtlar. Gülnar Umudovanın kitabı ümumiləşmiş testlərdən ibarət idi. İnci Baxşəliyevanın kitabında daha çox o yeni tipli suallarla bağlı sınaqlar da var idi. Tapsam şəklini yenə də deyirəm, əlavə edəcəm. Fizikadan MHM işləyirdim. Bilmirəm bu qədər çətinlik ehtiyac var idi yoxsa yox idi. Güvən daha yaxşı idi, amma MHM-də də müəyyən sual tipləri var idi ki, onları işləyə bilmək sizi özünüzə inamı artırır. Yəni mən çətinlər işlədiyimi bilirəmsə, özümə biraz daha çox güvənirəm. Əgər heç birini bacarmıramsa da ən azından 3-ünü, 5-ini öyrənməyə çalışırdım. Çünki biraz çətin idi həqiqətən və məndə də fizika o qədər yaxşı deyil. Ona görə də ən azından birini müəllimdən, birini robotdan, birini bir sinif yoldaşından bu şəkildə soruşaraq öyrənirdim. Kimyadan Gəray Aşırovun kitabını tövsiyə edirəm. Mən onun 2 kitabını bitirmişəm. Birini 9-cu sinifdə, birini də 11-ci sinifdə işləmişəm və həqiqətən də faydalıdır və dərslik əsasında da deyə bilərəm. Xüsusən də bu ikinci göstərəcəyim kitab. Biologiyadan Camal müəllimin ABC testlərini işləmişəm. Taymin həm köhnə kitabını, həm də yeni olanı işləmişəm və Eşən müəllimin narıncı üzlü kitabı var idi, onu işləmişdim. Çıxarmaq çox önəmlidir. Bu artıq bonus hissəyə yaxınlaşırıq. Yəni başlıq tapa bilmədiyim müəyyən qeydlərdir ki, bunlara bonus deyirəm. Deməli, mən səhvlərimə baxırdım. Məsələn, bu sualdan öyrəndim ki, nə bilim, həşəratın tutaq ki, 6 ayağı var. Məsələn, bu sualdan bunu öyrəndim. İndi mən bunu o sualın altında yaşıl və ya qırmızı rənglə qeyd edirdim ki, yəni yazılara qarışmasın, fərqlənsin. Və yol gedəndə avtobusda 10 dəqiqə, 15 dəqiqə olur. Mən 15 dəqiqə tamamilə həmin həftəlik qeydlərimə tez-tez baxa bilirdim. Və nə qədər çox baxsaz, o qədər yadınızda qalır. Nə qədər də yadınızda aktiv qalsa, imtahanda o qədər tez ağlınıza gəlir və bu yada salmaq prosesində vaxt itirmirsiniz. Oxumaq üçün nələrdən istifadə etmişəm? Riyaziyyatın dəyər kitabından istifadə etmişəm. İradi özəlliyi yoxdur, amma yaxşı bir kitabdır. Və mən daha çox üstündə etdiyim qeydlərə görə həmin kitabı dəyərli bilirəm. Çünki mən hər bir sualın isbatını öyrənirdim. Düstur əzbərləmək mənə güvənli gəlmirdi. Bir anlıq yadımdan çıxa bilər düstur. Həmçinin açıq suallarda isbatı bilmək önəmlidir. İsbatların üzərinə qeyd eləmişdim. Düzdür, bir dəfə kitabımı oğurladılar. O tamamilə isbatlarla dolu kitabım. Sonra ərinmədim, yenə ikinci kitab aldım və orada qeyd elədim. İndi də o kitabı kiməsə hədiyyə verəcəm. Düşünürəm ki, imkanı olmayıb, savadlı olan birinə hədiyyə edəcəm. Saxlamışam, müəyyən qədərini hədiyyə eləmişəm, kitablarım müəyyən qədər qalıb. Azərbaycan dilindən hədəfin və ya MHM-in kitabını oxuya bilərsiniz. Etiraf eləyəsi olsam, mən özümə biraz çox güvəndim. İlk dəfə keçəndə 11-ci sinifdə oxumadım. Müəllim danışarkən qeydlər etdim və ondan oxudum. Son imtahana 2 həftə falan qalmış. Bilmirəm, 3-4 həftə qalmış deyə bilərəm ki, başladım hazırlaşmağa. Onda zaten indi ən sonda ondan danışacağam o son anda nə etdiyimi. Onda oxudum qaydaları, çox diqqətlə oxudum amma. Çünki bilirdim ki, mən il ərzində oxumamışam elə yaxşı. İngilis dilindən 1001 və ya Nərgiz Nəcəfin kitablarını oxuya bilərsiniz. Nərgiz Nəcəf məncə daha yaxşıdır. Gülnar Umudova da ola bilər, o da yaxşıdır. Fizikadan Hikmət Mehdiyevin kitabını mən bəyənirəm. Yeni nəşrlərində hətta daha fərqli şeylər də var. Tapa bilsəm bir kitab da əlavə edəcəm bura. Bizə müəllimimiz bəzən oradan müəyyən tiplər göstərdi. Model tiplərin izahı o kitabda var idi. O kitaba da baxa bilərsiniz. Kimyadan da adi güvənin vəsaitləri və biologiya yalnız dərslik, heç bir güvən və ya başqa vəsaitlərə baxmamışam. Çünki biologiyanı bilsiniz mən necə dərindən oxumuşam. Yəni mövzu başlayarkən yuxarıda o həvəsləndirmə hissəsində belə bir çərçivənin içində yazılan yazıdan tutmuş fəaliyyətin içinə qədər, oradan tapşırığın içindəki hərfləri uyğunlaşdırıb sözlər qurmağa qədər, yəni hər bir detalına baxmışam. Ona görə də deyərdim ki, dərslikdən kənar bir şey düşmür. Xüsusən də biologiyada dərsliyi su kimi bilin. Yəni dərslikdən kənar bir şey düşməyəcək. Ola bilsin dərslikdə izahı verilməyən müəyyən bir hissə var, məsələn şəkil var. Onda Landa School-un o qalın kitabı var, oradan baxa bilərsiniz. İmtahana 1 ay falan qalmış, necə proqramla hazırlaşdığımı deyim. Qarşıma məqsəd qoydum, öz gücümü bilərək qoydum. Yəni yalanan 5 kitab, 10 kitab qoymadım. Bilirəm ki, mən bu 3 kitabı bitirəcəm. Məsələn, riyaziyyatdan Eylerin kitabı idi, MHM idi, bir də güvən idi. Onları qabağıma qoydum
ki, güvən də hamısı yox, B və C variantları. Bitirəcəm. Xüsusi müəlliminizdən də tövsiyə almanız daha yaxşıdır. Çünki müəllim bunu bilir ki, hansı tipli testlər imtahana düşə bilir. Şey də işləyə bilərsiniz, indi yadıma gəldi. 9 və 11-ci siniflər üçün 20 sınaq var. Riyaziyyatdan da 9-cu siniflərinkini də işləməyinizi tövsiyə edirəm. Daha yaxşıdır. Daha yaxşı yox, o da yaxşıdır. 20 sınaqlarda işləyin, yəni mütləqdir o. Toplu güvən 20 sınaqlar zaten hər bir fənn üçün mütləqdir. Deməli, imtahana 1 ay falan qalmış, hətta 2 ay qalmış başlamışdım. Sonra bir arada elə bir dayandım, sonra davam elədim və bu zamanda qarşıma məqsəd qoydum. Buraxılışdan söhbət gedir. Qarşıma məqsəd qoydum. Məsələn, bu kitabları bitirəcəm, bunu bitirəcəm. Bu zaman qaydaların hamısını ilk dəfə keçirmiş kimi diqqətlə oxudum. Testlərin hamısının ən bir dərinliyinə qədər baxdım. Məsələn, variant 2 variant arasında qalmışam. C və D-ni düşünmüşəm, amma D yazmışam. Onda C niyə səhvdir, onu da öyrənib ora qeyd eləmişəm. Eyni zamanda bütün variantlara baxın. Məsələn, ola bilsin ki, sən cavabı A olduğunu düşünürsən. Amma aşağı düşəndə Y də sənə biraz tanış gəldi. Deməli, imtahan prosesində sən o iki variantın arasında qala bilərsən açıq sual olsa. Ona görə onun üstünə gedin və variant çıxaraq işləməyin. İmtahanda son şans olaraq, son ümid olaraq variant çıxa bilərsiniz. Amma evdə test işləyərkən varianta görə işləmək, atmaq bu ehtimallardan uzaq durun. Blok imtahanına müəyyən qədər qalmışsa, yenə də eyni rejimə başladım. Sadəcə mən birinci cəhddə biraz motivasiyadan düşdüm. Çünki mən buraxılış imtahanında çox böyük bir şanssızlıq yaşadım. 300 baldan 11 bal əksik yığdım və bu mənim üçün yəni bir kabus idi. Ona görə özümə gəlməm biraz çəkdi və birinci blok imtahanında o qədər yaxşı olmadığını düşündüyüm 373 bal yığdım. Sonra isə son şans imtahanına hazırlaşdım və düşündüm ki, bu dəfə artıq 400-ü yəni qazanacağam. Ona görə də biraz daha inamla çalışdım. Düzünü desəm, inamımı dəyişdirdim. Yəni, eyni tipli çalışırdım. Yenə də az yatmaq, düzdür, bu, nə bilim, qaçınılmazdı. Amma ki, yaxşı da deyil. Amma məcbur idim, az yatdım. Və çalışdığım hissələri YouTube-dan da qulaq asdım, müəllimlərdən də soruşdum. Artıq sanki son dəfə döyüşə gedirəm. Yəni, bu dəfə qazansam qazandım, məğlub olsam kəsildim kimi düşünürdüm. Və özümü biraz da psixoloji baskı eləmiş ola bilərəm bu haqda. O şəkildə özümü məcbur edərək sonuncu imtahana hazırlaşdım. Bilirsiniz ki, ikinci şans imtahanına hazırlaşmaq daha çətindir. O isti havada, ilin yorğunluğu, artıq 10-11 ayın yorğunluğudur. Bəlkə də hesablamadım indi. Yəni, bu cür yorğunluğun qarşısında hazırlaşmaq üçün sizə bəzən də sadəcə motivasiya lazımdır. Və deyərəm ki, sizi həvəs verməyən, sizin balınızdan hər dəfə bir narazılıq yaradan insanlardan uzaq durun. Məsələn, ola bilsin ki, siz özünüz üçün bəlkə də evə gələnə qədər sevinirdiniz ki, tutaq ki, biologiyamı 26-dan 28-ə qaldırmışam. Amma qarşınızdakı insan bir ola bilər, sinif yoldaşınız ola bilər, valideyniniz ola bilər, hər kiminiz. Deyir ki, nə az, məsələn, mən 29 yazmışam. Ya da nə az, sən bu boyda müddətə 2 dənə sual qaldırdın. Və ya qaldırmasanız belə eyni balda qalmanız belə bir uğurdur ki, aşağı salmayıbsınız. Bu şəkildə özünüzü hər bir halda motivasiya edin, həvəs verin. Çünki o, belə deyərəm ki, həvəsiniz çox önəmlidir. Bir şey həvəsiniz olmayandan sonra 100 savadınız olsun, ortaya bir şey çıxası deyil. Bu videoda ağlıma gələnlər bu qədər idi. Mən yorumlara baxdım indi, amma belə fikir verdim ki, elə demək olar ki, hamısının izahını vermişəm. Amma yenə də sizin beyninizdə sual işarələri qaldısa, bilmədiyiniz, öyrənmək istədiyiniz nəyisə öyrənə bilmədinizsə, DM-dən yaza bilərsiniz. TikTokda bacardığım qədər yenə köməkçi olmağa çalışacağam. 1-2 gündür ki, sizinlə məşğulam və müəyyən qədər də tövsiyələri verirəm soruşanlara. İstəsə siz də yazıb öyrənə bilərsiniz, əgər nəyisə demək yaddan çıxartmışamsa. Və növbəti videolarımda görüşmək üzrə, hələlik!